Hamiləlikdə tonus və qarın bərkiməsi normaldırmı, təhlükəlidirmi? Hamiləlikdə tonus və qarın bərkiməsi nə deməkdir? Nə vaxt normaldır, nə vaxt həkimə müraciət etmək lazımdır? Uşaqlığın tonusu, uşaqlıq əzələlərinin miometriumun istirahət halında yığılmağa meyilli olması, bəzən isə qarnın qəfil sərtləşməsi və bərkiməsi ilə özünü göstərən vəziyyətdir. Başqa sözlə, uşaqlıq əzələsi tamamilə boşalmır, müəyyən dərəcədə gərginlikdə qalır. Bu zaman uşaqlıq boynu açılmır və doğuş başlamır. Bu tamamilə normal haldır. Xüsusilə fiziki fəaliyyət, ağır yük qaldırma, susuz qalma, sidik kisəsinin dolması kimi səbəblərdən sonra ortaya çıxa bilər. Riskli hallarda tonus və qarın bərkiməsi hamiləlik üçün problem ola bilər. Xüsusilə əgər bu əlamətlər varsa, tonuslar tez-tezdir və aralarındakı fasilə azdır və ya sərtləşmə davamlıdır. Qarın sərtləşməsi ilə yanaşı bel ağrısı, pelvisdə basqı hissi, vaginal axıntı və qanaxma və su gəlişi varsa, hamiləlik həftəsi OS7-dən kiçikdirsə, doğuş riski artır. Tonusu azaltmaq üçün nə etmək lazımdır? Susuz qalmamaq, kifayət qədər maye qəbul etmək, sidik hissəsini tez-tez boşaltmaq, fiziki olaraq ağır işlərdən və uzun müddətli ayaq üstə qalmaqdan çəkinmək, stresi azaltmaq, rahatlaşma texnikaları, isti duş, uyğun istirahət. Əgər sancılar çox tez-tez olarsa, məsələn saatda 4-6-dan çox olarsa, ya da sancılar güclənir, ya da qarın bərkiməsi ilə yanaşı bel ağrısı, axıntı, qanaxma kimi əlamətlər varsa, həkimə müraciət edilməlidir.